Amma mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt, heç kəsin oğlunu xoşbəxt edə bilməz. Sunlu ola bilməz. Biz bu dünyada qadınıq. Baxın, imkanlı da qadın ola bilərik. Möhtəşəm təhsilimiz ola bilər. Sözümüzün kəsəri ola bilər. Ölkədə söz kəsəri ola bilər bizdə. İnsanlar hörmət eləyə bilər bizə. İnsanlar sevə bilər bizi. Pərəstişkarlıq da edə bilərlər. Belə olmaq da istəyərlər. Amma siz xanım qapını açıb evinizə girəndə sizin də tabi olduğunuz o kişi var. Onun sözü sizdən bir pillə yuxarıda gələcək. Zaten bu belə olmasa siz xoşbəxt olmayacaqsınız. Yəni siz əgər bir qadın kimi elə həmişə ona ultimatum verim, elə belə məcbur eləyim, idarə eləyim, bununla bir qadın xoşbəxt. Biz qadınlar, bizdən güclü kişinin yanında xoşbəxt. Sizə Nigar xanım, qadınlara əzizlənmək yaraşar, qadınlara necə deyim, naz eləmək yaraşar, qadınlara sevgi yaraşar, amma kişi ilə yarışmaq yaraşmaz. Tağım əlim, mən sosial şəbəkədə o qədər şey, mənə indi yazırlar da qızlar. İnanın ki, mən indi bir çox qadınlarda, bilmirəm efirə gedəcək bu sözüm yoxsa yox, bunu zəhmət olmasa heç cürə də təhqir kimi qəbul eləməyin. Çünki bilirsiniz, bu düzdür. Yəni mən də neyiniyim, ağzımı bağlaya bilmirəm, düz danışan adamam. İndi qadınlarda sanki həyasızlıq baş alıb gedir. Kişinin başına nə qədər oyun aça bilərəmsə, Hamısı yox da bir qismi. qadınlarımız, bilirsiniz necədir, elə bir kimsə, elə bir ki, gəliblər bu qadınlara yığıblar toplu şəkildə. Bir qaz veriblər ki, haydi, kişilərin üstünə getdik. Və başlayıblar əllərinə, çomaqlarına başlayıblar, kişi mənəm, kişi mən. Niyə? Qadınam. Və əfsuslar olsun ki, o kişilərin ki üstünə gedilir, hansının ki iradəsi zəifdir, dözə bilmir, artıq o da məhv olur. Bilirsiniz də, çox nadir hallarda iradəli kişi, misal üçün dözür də ki, bu boyda üstümə gəldilər, mən yenə də mən olacam. Yox, bəziləri iradəsi zəifdir, zəifləyir. Gəlin kişiləri öldürməyək, məncə diriltsək yaxşıdır, qaldırsaq yaxşıdır ki, bir cəmiyyətdə o siz dediyiniz kimi, o rəhbər kimi, kişi kimi, mən həmsə kişiyə abidə gözü ilə baxmışam da, kişi deyirəm heykəldir, onu yıxmaq olmaz. Qətiyyən. Zaten yıxılan bir kişi, bir qadının papağıdır. O diləri kişinin papağıdır. Valla elə qadının da papağıdır. Bir neçə qadının papağıdır. Əlbəttə ananın, ana, bacının, qız, həyat yoldaşı. 4 dənə qadının bir dənə kişisi var ki, o bir kişi onların 4'ün də qeyrətini çəkməlidir və onlara cavabdehdir. Hər yerdə, Allahın da yanında, burada da. İstənilən yerdə kişi qadına görə cavabdehlik daşıyır. Əgər sizin kişinizi kənarda